Bəlkə də onu aktrisa olmağa ona görə qoymurdular ki, çox gözəl idi. İlk mübarizəsi də elə ailəsinə başlamışdı və sənətini atmamaq üçün dəfələrlə həyatında ola biləcək ən önəmli hadisələrdən birini, evlilik təkliflərindən imtina edən, ömrü həyəcanda keçən, hələ də dəyərini almayan, sözün bütün mənalarında çox gözəl aktrisamız Münəvvər Əliyeva haqqında bilinməyən faktları təqdim edirik. Öncə bioqrafiyadan başlayaq. Münəvvər Sabir qızı Əliyeva 1971-ci ildə mayın 25-də Qubadlıda doğulub. 1988-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino aktyoru fakültəsinə xalq artisti Elmira Şabanovanın sinifinə qəbul olub. 1992-ci ildə Mədəniyyət və İncəsənət Universitetini bitirir. Münəvvər Əliyeva aktyorluq sənətinə çox böyük çətinliklə gəlib. Bəzən biz belə hadisələri filmlərdə görürük, amma Münəvvər xanım bunu həyatında yaşayıb. Belə ki, onun bu sənəti seçməsinə ailə üzvləri qəti etiraz ediblər. Bu barədə müsahibələrindən birində özü belə deyir. Mənim böyük bacım da aktrisa olub. Özü də deyim ki, məndən də istedadlı idi. Ailəmizdə ona heç bir qadağa yox idi, amma mənə hər şey qadağan olunmuşdu. Mən Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmaq üçün imtahana balkondan tullanıb qaçıb getmişəm. Pantomima teatrının direktoru Elman Rəfiyev sinif yoldaşım idi. O yazıq balkonun aşağısında dayanıb mənə kömək eləyirdi. Qardaşım mən evdən çıxıb imtahana getməyin deyə otağımın qapısını bağlayırdı, özü də yıxılıb qapının ağzında yatırdı ki, birdən qapını aça bilərəm, səs olanda oyana bilsin. Mən qəbul imtahanlarında qorxa-qorxa iştirak eləmişəm. Çünki qardaşım da dalımca gəlmişdi. Sadəcə onu binaya girməyə icazə vermədilər. İmtahandan keçsəm də qorxudan ağlayırdım ki, qardaşım məni öldürəcək. Amma bacım aktrisa olmadı, mən oldum. Və məsələ budur ki, o universitetə qəbul olduqdan sonra da hələ problem yekunlaşmayıb. Bir neçə il aktrisa ailəsinə Mədəni Maarif fakültəsində oxuduğunu deyərək əsl həqiqəti, yəni aktrisalıq peşəsi üzrə təhsil almasını onlardan gizlədir. Bu yalanın üstü açılanda isə onların evlərində böyük bir həngamə qopur. Ancaq sonralar qardaşı teatra gələrək ilk dəfə hələ sevirəm deməmişdilər tamaşasına baxır və bacısının ifa etdiyi qəhrəman qız obrazı onun xoşuna gəlir. Və məsələ demək olar ki, burada artıq həllini tapır. Aktrisaya ən böyük uğuru Elçinin Qatil piyesi əsasında hazırlanan eyni adlı tamaşa gətirir. Bu tamaşa ona uğur gətirsə də, tamaşadakı açıq-saçıq səhnələrə görə inanılmaz hücumlara məruz qalır. Müsahibələrinin birində o bu tamaşa və tamaşadan sonra baş verən proseslərlə bağlı danışanda deyir. Qardaşımdan xahiş elədim ki, bu tamaşaya, yəni qatilə baxmasın. Çünki baxsa, özü də qatil olacaqdı. O da sağ olsun, baxmadı. Əslində bu tamaşada heç bir qəbahət yox idi. Sadəcə öz peşəmi yerinə yetirmişdim. Tamaşada Hikmət hər dəfə mənə qəzetlə başıma vuranda fikirləşirdim ki, yəqin o qəzetin arasında bərk bir şey qoyub. Axı kağız parçası adamın başına belə bərk dəyə bilməz, başı belə çox ağrıda bilməz. Sonra mənə dedilər ki, Hikmət qəzetləri elə sıxıb bərkitmişdi ki, qəzet bükülüsü taxta kimi bərk olmuşdu. Məşq prosesində hər dəfə qəzetlə məni vurandan sonra diksinirdim və roldan çıxırdım. Çünki bu yaşıma gəlmişəm, həqiqətən də döyülməmişəm. Axırda Mehriban xanıma dedim ki, qəzet məsələsi yığışdırıla bilərmi? Onun başıma vurulması məni roldan çıxarır. Mehriban xanım da sağ olsun qəzetlə vurmağı yığışdırdı. Bir də gördüm, Hikmət gəlib deyir ki, Münəvvər xanım, nə olar qoyun qəzetlə vurum da, daha orijinal alınır. Mən də razılaşdım. Hikmət həqiqətən tamaşada rola qapılıb, bəzən səhnədə affekt vəziyyətinə düşür. İnanın ki, məni necə tulladısa, sağ çiynimdən travma aldım. Hikmət səhnədə saçımdan tutanda mən də texniki olaraq
onun biləyindən tutmalıydım ki, məni sürüyəndə elə effekt yaransın ki, güya saçımdan tutub sürüyür. Amma çox vaxt biləyindən tuta bilmirdim. Həqiqətən saçımdan tutub səhnənin bu başından o biri başına qədər məni sürüyürdü. Bəzən bu məni sürüyəndən sonra saçlarım qopub onun əllərində qalırdı. Aktrisa bir dəfə ailə həyatı qurub və bu evlilikdən onun bir qızı var. Amma sonralar o həyat yoldaşı ilə yollarını ayırır. Onunla ailə qurmaq istəyən insanlar ondan sənətini atmalarını istədiyi üçün aktrisa sonralar, yəni ikinci dəfə artıq ailə qurmayıb, elə sənətini öz yoldaşı kimi həyatında saxlayıb. Hələ tələbə ikən Yuğ teatrına gedən aktrisa oradan Akademik Milli Dram Teatrına dəvət alır. O dövrdə Cənnət Səlimova Azdramada Otello tamaşasını qoymaq istəyir və aktrisaya Dezdemona rolunu verir. Eyni zamanda Yuğda da başqa bir rol olan Münəvvər xanım iki teatrın arasında qaldığından nəhayət seçim eləməli olur və o seçimini edir. 1994-cü ildə Azdramada işə başlayır. Münəvvər xanım həmin günləri belə xatırlayır. Mən Yuğdan çox şey öyrənmişəm. Birinci kursda oxuyanda Sankt-Peterburqda keçirilən bədii qiraət müsabiqəsində iştirak elədim. Orada məndən böyük kursun qiraət müəllimi öz Azərbaycanlının müsabiqənin münsiflər heyətinə konyak verirdi ki, məni kəsib onun tələbəsinə yer versinlər. Lakin münsiflər heyətinin üzvləri düzdür, konyakı aldılar, amma konyakı alsalar da məni kəsməyəcəklərini dedilər və birinci yeri mənə verdilər. Yəni, müəllimsizlik belə idi. Rəhmətli Mikayıl Mirzə də ora tələbəsini aparsa da, o öz tələbələrini buraxıb mənim uğurum üçün əlindən gələni əsirgəmədi. Çünki mən özümlə dəf aparmışdım və dəfimi cırmışdılar, özü də, yenə də özümüzünkülər. Mənim müsabiqədəki proqramım həqiqətən o dövrdə böyük səs-küyə səbəb oldu. Akademik Milli Dram Teatrına da elə buna görə işə götürüldüm. Münəvvər Əliyevanın sözlərinə görə onu ilk dəfə kəşf edən rejissor isə Bəhram Osmanov olub. Münəvvər xanım rejissorun tamaşalarında müxtəlif rollar ifa edib. Antigona tamaşasından sonra Bəhram Osmanov ona bir dəfə Natəvan tamaşasında qulluqçu rolunu həvalə edir. Lakin aktrisa səsini dəyişə bilmədiyi üçün rejissor onu danlayır. Deyir ki, elə danışırsan, elə bir qulluqçu yox, xanımsan. İş elə gətirir ki, tamaşaya yaxın aktrisa xəstələnir, rolu ondan alıb başqasına verirlər. Köhnə ev, afət, ölüləri qəbristanlıqda bastırın, kaş araba aşmayaydı, sərgüzəşti Vəziri Xan Lənkəran, teleskop, kabuslar tamaşalarında yadda qalan rollar ifa edən aktrisa 2006-cı ildə əməkdar artist adına layiq görülüb. Ümid edirik ki, tezliklə, barı tezliklə Münəvvər xanıma xalq artisti adı verilər.